Əslində ölkəmiz tarixinin ən gözəl günlərini yaşayır və biz torpaqları azad edəndən sonra böyük qayıdış duyğusunu bütün millət olaraq həyəcanla yaşamaqdayıq. Və həmən böyük qayıdışdan biri də Naxçıvana olan böyük qayıdışdır. Çünki Naxçıvan da blokadada olduğuna görə uzun illər insanlar bu məkandan uzaq düşdülər. Məcburi şəkildə Bakıda, Türkiyədə, başqa yerlərdə işləməyə üst tutdular. Amma indi bura xeyli sayda insanlar qayıdır. Və əslində bizim də bura ara-sıra gəlməyimiz o deməkdir ki, biz də qayıdışa özümüzü hazırlamaqdayıq. Və bu bizim üçün adi bir səyahət deyil, adi bir bu məkana gəliş deyil. Və mən düşünürəm ki, bu həyat davam elədikcə biz bu yuvaya həmişə həsrətlə, həmişə ayrı bir sevgi ilə, ayrı bir nisçi ilə yanaşacağıq. İbadətin də ayrıca zövqü var. Mən burada ayrı bir duyğu ilə namazımı qılıram. Ya anam o cür duyğu ilə qılır. Çünki elə bilirsən bəlkə bir müqəddəs bir yerdə öz borcunu yerinə yetirirsən, Allah qarşısında borcunu yerinə yetirirsən. Altı uşağım var. Demək, Facil onların hamısından fərqlənən bir uşaq olub uşaqlıqdan. Nə qədər istəsən elə bir ki, oxumaqla, kitabla həmişə məşğul olubdur. Atasının əlindən tutub gedərdi kitabxanaya, deməzdi mənə kitab al. Kitabı alardı, əlinə bir də qoyardı yerə, bilirdi ki, demək deyirdi, bilirəm ki, o kitabı istəyir. Neçə olur olsun, o kitabı alıb gələrdi. Onun elə bir böyük kitabxanası var idi ki, o kitabxanada da olmayan kitablar yox idi. İndi o ənənəni Bakıda da davam elətdirir. Mən 15 oktyabrda yağışdı, siskinli bir gündə anadan olmuşam. Çox çətinliklə xəstəxanaya da anamı çatdırıblar. Ailədə 6 uşaq olmuşuq. 2 uşaq, 2 bacım və 4 qardaşım. Mən 4-cü övladıyam ailəmizin. Və ailədə mənə olan münasibət həmişə əlahiddə münasibət olub. Xüsusilə də dünyasını dəyişmiş atamın münasibəti həmişə əlahiddə olub. Çünki biraz daha çox oxuduğuma, fərqləndiyimə, daha çox tədbirlərdə iştirak elədiyimə, məktəbdə fəal olduğuma görə xüsusi münasibət göstəribdir və mənim üçün həyatda ən zövqlü hadisə atamdan bazar günləri, atam iş icraçısı idi, əməkdar inşaatçı idi. Naxçıvan şəhərində binaların əksəriyyətini atam tikmişdi və mən əslində uşaq bağçası da mənim həyatımda böyük bir faydalı rol oynayıbdı. Orada da bir dünya görüşümün formalaşmasına kömək edibdi və erkən yaşlarda şeir yazmağa başlamışım. Hətta xatırlayıram, 2-ci sinifdən mən şeir yazdım və şeirlərim Azərbaycan Pioneri, Pioner jurnalında belə çap olunurdu. Və onda bazar günləri atam əlimdən tutub şəhərə apardı və bir mərkəzdə olan bir kitab mağazası vardı, bir də başqa istiqamətdə kitab mağazası və orada saatlarca məni gözləyirdi. Mən kitabların içində eşələnirdim, istədiyim kitabı alırdım və hamısında pulunu ödəyirdi. Bundan böyük mənim üçün zövq yox idi. 2012-ci ildə dünyasını dəyişdi, Bakıda dəfn olunubdu və bu evdə də onun işarələri böyükdür, çünki bu evi də özü tikibdi. Divarlarda əlinin işləri var, əl sənəti var, əlləri ilə işlədiyi sənətlər var divarlarda. Özü tikibdi və ona görə də bu hər sənət, hər şey onu xatırladır. Hoş gelmişsiniz. Çok sağ olun. Sağ olun. Həmişə siz gəlirsiniz. Hə, bunlar əlaçı uşaqlar. Əlaçların içində həmişə mən olmuşam. Bu Mahirədir, xatırlayırsınızsa. Elədir, xatırlayıram Mahirədir o. Bu da Sevildir, Aydədir.
Demək, siz xatırlayırsınız mənim ilk şeir deməyimi məktəbə Bəli, gələndə. xatırlayıram. Onu ilk dəfə mənim sinifimdəydiniz, orada dediniz. Bu da bizim bahar bayramında çəkdirdiyimiz şəkildir. Mən öz şeirimi deyirəm. Mən 2-ci sinifdən şeir yazırdım. 7 nömrə məktəbin idman zalında keçirilir. Orada şəkil qalıbdı xatirə olaraq. Və siz xatırlayırsınız, mənə ilk dəfə 5-i də siz yazmısınız, 2-ni də siz yazmısınız. Və 2-ni yazanda əslində mənim günahım idi, qaydaları pozmuşdum. Bu Hüseyin Məmməddir. Üzeyir Elqar. Xatırlayıram, 82-ci ildə mərhum Heydər Əliyevin o vaxt Azərbaycan Kommunist Partiyasının birinci katibi idi. Onun səyi ilə bu həyata keçirildi. Bir deputat qrupu ilə, ictimaiyyət nümayəndələri ilə, partiya nümayəndələri ilə Taşkentdən onun məzarını gətirdi, nəşini gətirdi və nəşini burada da məzara qoydular. Xalq üçün, bu dilimiz üçün, ədəbiyyatımız üçün, düşüncə həyatımız üçün bir dəyişim yaratmış insanlara önəm verməsini vacib sayıram. Qədimdə hansısa bir hökmdar olub, qədimdə hansısa hökmdarın yaxını olub, bununla hansısa bir şəkildə ona deyək ki, xüsusi bir dəyər verməyin tərəfdarı deyiləm. Yəni, bir tarixi abidə kimi ola bilər. Amma əsas mənəvi abidə kimi baxılmalıdır bu şeylərə. Və Hüseyn Cavidin mavzoleyi Naxçıvanın mənəvi abidəsidir. Xatırlayıram, bura 1979-cu ildən sonra Hüseyn Cavidin ev muzeyi kimi yaradılmağa başladı. Bura bir çətin bir daş basmış bir yer idi. Hüseyn Cavidin əsərlərini mən burada oxumuşam. Və muzeydə onun əşyaları, onun həyatı, onun yaşayışı ilə bağlı bilgiləri burada almışam. Və buranın bütün yaşıllığında çox demək, yaxşı vəziyyətə gətirib çıxarılmasında müəyyən rolumuz olub, könüllü gəlib işləmişik. Amma ən çox həyatımda dəyişikliyi yaradıbdır mənim Pionerlər Sarayında olan müəllimim Asif Kələntərli. Onun mən ədəbiyyat dərnəyinə girdim və orada şeirin texnikasını, sirlərini onun tərəfindən bizə necə aşılandığını qeyd edə bilərəm və mərhum Asif Kələntərli bizim dünya görüşümüzün formalaşmasında önəmli rol oynayıb. 82-ci ildə bu saraydan getmişdik Gəncəyə. Gəncədə Nizami əsərlərin bədii Respublika müsabiqəsi. Orada biz bəlkə 1000-dən artıq başqa rayondan gəlmiş məktəblər, bu günə qədər də o əlaqələrimiz bir çoxu ilə davam elərdi. Bu nə deməkdir? Kommunikasiya baxımından çox faydalıdır. O zamanda elə orta məktəbin son illərində Sovet rejimi əleyhinə gizli təşkilatlarda, demək, Naxçıvanda olan təşkilatda fəaliyyətə başladım və onlarla bir yerdə müəyyən Güney Azərbaycan və başqa mövzularda xeyli işlər görməyə çalışdıq, tədbirlər keçirməyə, Novruz bayramı tədbirlərini təşkil etməyə başladıq. Və o zaman 9-cu sinifdə oxuyanda mən mərhum prezidentimiz Əbülfəz Elçibəylə 9-cu sinif şagirdi olaraq şeir dəftərimi götürüb, onun bir qohumun vasitəsilə görüşə getmişdim. Və Əbülfəz bəylə bu görüşüm
mənim taleyimdə ayrıca bir rol oynadı. 1-2 saatdan çox bizim söhbətimiz oldu, şeirlərimlə tanış oldu və o vaxtdan bizim dostluğumuz başladı. Təqribən bir 5 il, 6 il sonra görüşəndə artıq biz köhnə dostlar kimi mən Səttarxan zavodunun yataqxanasında hüquq fakültəsinin 1-ci kurs tələbəsi kimi qeyri-rəsmi olaraq orada dostlarımla qalırdım. Onda onunla orada görüşəndə artıq biz bir yolçuları kimi fəaliyyət göstərdiyimizi bilirdik. Sonra 2 il tikintidə fəhlə işlədim, 82-84-də və 84-86-da hərbi xidmətə getdim. Ukraynada, Çerniqov vilayətində, daxili qoşunlarda 2 il, 3 ay xidmət elədim və sonra məhz bizim hərbi hissənin futbol komandasında finalda, daxili qoşunların çempionatında finalda 3 qol vurduğuma görə bizim polkun komandiri şəxsən məni çağırıb, demək, təxris olunduğumu söylədi. Çünki həmən vaxt Çernobıl hadisələri də baş vermişdi. Biraz təxris olunma gecikirdi. Hüquq fakültəsinə qəbul olunanda Kommunist Partiyasının üzvüydüm. Sonra tələbə dövründə ilk dəfə Azərbaycanda bir tələbə olaraq mitingdə Kommunist Partiyası biletini də mən yandırdım. Hüquq fakültəsini bitirəndən sonra məni işə götürmədilər, hətta vəkil belə götürmədilər və mən onda qeyri-rəsmi Əbülfəz Elçibəyin müşaviri idim və ona müraciət elədim ki, mən təyinatı Xalq Cəbhəsinə alım və yeganə adamam ki, hüquq fakültəsindən Xalq Cəbhəsinə təyinat aldım və təyinat aldım. Xalq Cəbhəsinin də sədrinin köməkçisi təyin olundum. 2 aydan sonra isə müşavir oldum. 1992-ci ildə Əbülfəz Elçibəy prezident seçiləndən sonra Prezident Administrasiyasının Dövlət Hüquq Şöbəsinin müdiri vəzifəsinə təyin olundum. 1 il bu vəzifədə işlədim. Sonra da 3 il Türkiyədə Əbülfəz Elçibəyin özəl təmsilçisi kimi fəaliyyət göstərdim. Xalq Cəbhəsi sədri olaraq məni təyin eləmişdi. 98-də Bakıya dönərək yenə də Xalq Cəbhəsi sədrinin siyasi məsələ üzrə müavini oldum. 2001-də məni demək yenidən hərbi xidmətə zabit kimi çağırdılar və hərbi xidməti də döyüş bölgəsində ermənilərlə ən yaxın səngərlərin birində Tərtər bölgəsində keçirdim və bu da 1 il yarım bu çətin hərbi şərait xidmət şərtlərinə 37 yaşda başladım və bir 39 yaş tamamında hərbi xidmətdən geri döndüm. Təbii ki, ailə həyatı qurmağım da müəyyən mənada çətinliklərlə bu cür hərbi xidmətə çağırılmağım, uşaqların balaca olması və başqa məsələlər demək öz təsirini göstərdi. Amma yenə də bu sınaqdan da çətinlikdən çıxdıq və 2003-cü ildə qayıdandan sonra artıq Xalq Cəbhəsindən uzaqlaşıb Böyük Quruluş Partiyası yaratdım. Çalışacağım ki, qanun tələblərinə uyğun olaraq sizin həm Qarabağ qazisi kimi biz şəhidlərimizə, qazilərimizə xüsusi diqqət göstəririk və bu borcumuzdur. Sizin bu cür incik vəziyyətə salınmanızına yol verməyək. Yəni bu problemi mütləq həll eləmək lazımdır. Bugün işsizliklə bağlı problemin həll olunmaması hələ də bir həyəcan siqnalı qarşımıza qoymaqdadır. Çünki siz diqqət edirsinizsə, büdcədən 233,5 milyon manat işsizliyin aradan qaldırılması üçün, yeni iş yerlərinin açılması üçün sərf edilir. Amma bu hamısı mənasız bir xərclərdir o baxımdan ki, işsizliyi ancaq sahibkarlığı inkişaf etdirməklə qaldırmaq olar. Sahibkara kreditlə, güzəştli kreditlə, aşağı faizli kreditlə pul verə bilmirsənsə, sahibkarlıq inkişaf etməyəcəkdir. Ona görə də bunun üzərində düşünülməlidir. Kitabım artıq çapdan çıxıbdır. Demək olar ki, 30 yaşında birinci kitabımı yazmışam, 60 yaşında artıq 30 kitab. Bu deməkdir ki, hər il ən azı məhsuldarlıq baxımından
bir kitab ərsəyə gətirməyə çalışmışam. Ən azı bu da müəyyən düşüncələrimi, fikirlərimi təbliğ etməkdə, cəmiyyətə çatdırmaqda olduqca önəmli bir istiqamətdir. Mənim kitabxanam Robinson Crusoe'nun necə bir adası vardı və o adanın sahibi kimi adada özünün bir dünyasını qurmuş bir şəxs olaraq görürdüsə, mən də bu kitabxanaya daxil olanda özümü buranın həmən bir gözəl bir adanın əlahiddə bir sakini kimi hiss edirəm və burada bir oxumaq hırsı, oxumaq həvəsi, istəyi bəlkə başqa yerlərdən daha artıq özünü bir özə verir. Bu kitabxanada 20 mindən artıq kitab var və bunlar bədii əsərlər deyil, çox az sayda bədii əsər var. Hamısı hüquq, fəlsəfə, tarix, 19-cu əsrin, 20-ci əsrin əksər ensiklopediyalarını əhatə eləyir və bütün sahələrə aid olan kitabları buradan tapmaq mümkündür. Bu, bəlkə də mənim gələcəkdə elə qoyub gedə biləcəyim ən vacib, ən gözəl miraslardan biri olacaqdır. Ədəbiyyatların hamısının əslində hansının harda yerləşməsi çox mənim üçün çox rahatlıqla tapılan bir şeydir. Bəzən bunun heç elə-belə adam axtarsa, çox bunu tapmaqda çətinlik çəkəcəkdir. Amma mən harda, hansı ədəbiyyat yerləşirsə, bunu artıq beynimdə sistemə salmışam və onu da istədiyim vaxt demək tapıb götürə bilirəm. ...2023-cü ildə böyük bir terror aktı ilə evimin qarşısında, üz-üzə gələndə, qarşılaşanda yenə də məni qarşılayan, yaralı vəziyyətdə, ağır vəziyyətdə qarşılayan ailəm oldu. Ardıcıllığının dəymə yerləri, biri bura dəymişdi, biri bura dəyibdi. Xoşbəxtlikdən qapının işığı yanmadığına görə atəş açan adam onun maşından düşüb getdiyini görə bilmir. Yəni bu elə-belə sıradan terror deyil. Bu gözlənilən bir terrordur. Çünki ölkəmizdə mənim son kitabımda da var cəhalət kolonu. Ölkəmizdə ən böyük təhlükə bu cəhalət kolonudur. Xəstəxanada gözümü açanda belə xanımımı, övladımı başımın üstündə görəndə mən çox biraz rahatladım. Rahat oldum ki, yəni onlar mənim hansı davanın adamı olduğumu, hansı işi, missiyanı yerinə yetirdiyimi çox gözəl bilirlər və bu xalqın rifahı üçün, xalqın faydası üçün nələrə qatlandığımı gözəl bilirlər. Əsas insanın həyatında ən böyük dəyər hesab edirəm ki, onun birinci növbədə ailə dəyəridir və bu dəyər mənim üçün çox önəmlidir. İndi 2 övladım var və bir övladım da ailə həyatı qurdu və mənim üçün bu ailədə olan hüzur, ailədə olan dəstək, ailədə olan insana münasibət siyasət üstü, həyatın bütün sahələrində ən böyük uğurlardan da böyük uğur kimi qiymətləndirirəm. Övladlarınıza və onların timsalında bütün övladlara nə arzuluyuram?
Təbii ki, insanlardan soruşanda deyir ki, ən böyük arzum övladının toyunu görməkdir. Sonra keçir nəvəmin toyunu görməkdir, nəticənin toyunu görməkdir. Amma mənim ən böyük arzum nədir? Bizim övladların timsalında qurulan hər bir Azərbaycanlı ailəsi bu millət üçün, bu torpaq üçün, bu dövlət üçün faydalı insanlar olsunlar, faydalı bir ailənin təməli qoyulsun. Və nə qədər faydalı ailələrimiz olarsa, övladlarımız olarsa, bu vətən həmişə ucada olacaqdır, bu vətən həmişə yüksələcəkdir. Bir 60 yaşa gəlirsən, 60 yaş mənim üçün açığı həyatımda hansısa bir dinamizmin öləziməsi deyə bir anlayış kimi qəbul olunmur. Texniki səhv eləmə, at düşməsin. Yoxdur, bizdə. Bu yaşda mən futbolumu oynayıram, peşəkar futbolumu, basketbolumu oynayıram, ayrı-ayrı idman növlərindən məşğulam, qaçıram, yürüyürəm və bu heç biri mənim hansısa bir yaş rahatsızlığı yaşamama imkan vermir. Kullanma. Bax. 60 yaşın heç bir fərqi yoxdur, oynamalısan.